Mən də bugün maaş al bax 100 manat. Sağ ol, Bəlkə də səni. xərcləyər. Mən də almışam almandan, amma xərcləməyə gedim evimə işıq fonunu zadım verim. Yox, qaqa 100 manat almışıq. 100 qoyaq, 200 manatımız var. Gedək yeyib içək, bura. Sonra işıq pulunu ödəyərsən də gələn maaşda. Nə edirsən, bura? Doğrudan Onsuz da 100 manatla işıq pulu ödəyə biləcəksən. Sizin işıq pulu çox yazıb, özdə. Doğrudan. 100% gəl gedək xərcləyək bura. Yaxşı deyirəm. Niyə bu pulu ayaz? Bugün əlimə elə 100 manat keçib, bir saatın puludur. Deyirəm, bəlkə bu pulu da xırda bir dənə biznes açaq, o qədər böyük bizneslərimiz var, bir dənə də xırdamız olsun. Gəl belə eləyək də, onsuz da obyektlərimiz sən demiş var. Onu da qoy 100-ün üstünə olsun 200. Bir dənə xırda aksesuar yaratırıq qardaş yana. Xırda, bizim orada uşaqlardan ona verərik özdə. Hə, ən yaxşısı bu. Qaqa, görürsən, cəmaət iş qurmaq istəyir. Bizdə də vardı o 100 manatdan. Bəlkə bizdə gedək yatırım eləyək. Yox, qaqa, varlar ona görə varlanır. Əlinə pul keçən kimi gedib biznes zad qurur. Məncə biznes zad bizlik deyil. Bırak, gedək yenə xərcləyək bunu. Nə deyirsən? Gedək yeyək. Gedək yeyək. Azın Əsas şəbəkə qarındır, gəl bura. O haqda mı sonra fikirləşərik? O haqda fikirləşərik.